Salam hörmətli izləyicilər. Birinci Dünya müharibəsi ərəfəsində New Yorkdan İngiltərənin Liverpool şəhərinə gedən Lusitania sərnişin gəmisi 7 may 1915-ci ildə İrlandiyanın sahillərində Almanların sualtı qayığında yerləşdirilmiş bir ədəd torpeda ilə vuruldu. O dövrdə dünyanın ən böyük gəmilərindən biri hesab olunan Lusitania 18 dəqiqə ərzində suda batdı. Lusitania deməli sərnişin gəmisində 1959 nəfərdən 761 nəfər xilas ola bildi. O dövrdə bütün dünyanın deməli qəzəbinə səbəb olan bu hadisə bütün dünyanın diqqətini cəlb elədi və Amerika Birləşmiş Ştatlarının da Birinci Dünya müharibəsinə qoşulmasının əsas səbəblərindən biri oldu. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.